Ata olmaq asandır, amma atalıq eləmək çox çətindir. Həqiqətən, oğullar ata olandan sonra bilirlər ki, atalar nə çəkir. Şair Ayaz arabası yazır ki, güllü gülistanlı bağa dönürəm. Əyri əməllərdən sağa dönürəm. Adım çəkiləndə dağa dönürəm. Satılmaz şərəfim, şanımdır atam. Bir gündə 4 cürə fəsil yaşayır. Belə datalar, doğrudan da. Bir gündə 4 cürə fəsil yaşayır. O kişi ömrünü əsil yaşayır. Adında böyük bir nəsil yaşayır. Hər zaman adımdır, şanımdır atam. Min dərdin boynunu özü tək vurur. Varlığı ömrümə neçə rəng vurur. Sinəmdə o adda bir ürək vurur. Ən gözəl, ən şirin anımdır atam. Ayaz, bu mövzuda sən də götür yaz. Oddan od alır gözündəki yaz. Varlığı heç nə ilə əvəz olunmaz. Canımdır, canımdır, canımdır. Allah imkan versin, ömür versin bütün atalar, analar, valideynlərin bax belə xoş günü görsün. Mənim dəyərli qardaşım Qabil müəllim, zəhmət olmasa buyur gəl və Rəsul Kirvəni dəvət edəcəm. Qabil müəllim, o qədər ailələrin sevincinə şərik olmuşsan və mən məclisdən bir xahişim var. Qabil müəllim illərdir həm bir ziyalı kimi, həm də bizim toyların bəzəyidir, yaraşıqdır. Toy böyük məsuliyyətdir. Adam istər-istəməz narahat olur. Onda Qabil müəllimi bir ürəkdən alqışlayaq onu. Hər şey gözəldir. Bəzən görürsən ki, birisinə biraz tez, biraz geç söz verilir. Amma inan ki, burada hamısı dəyərli bir-birindən dəyərli insanlardır. Hər şey gözəldir. Həyəcan yoxdur, hər şey gözəldir, qadasını alaram. Buyur, eşidək. Çox sağ ol, Razı müəllim. İlk öncə sizə təşəkkür edirəm. Daha sonra bax bu gözəl günümüzü işıqlandıran dəyərli musiqiçilərimizi salamlayıram. Roza xanımı salamlayıram, Müsalə xanımı salamlayıram. Və üzümü bu gözəl gündə Uğur Şadlıq Sarayına qədəm qoyan, mənim sevincimə şərik olan hər bir qonağın, hər bir doğmamın, hər bir əzizimin ocağına belə gözəl günlər arzu edirəm. Qədəmləriniz qoy mübarək olsun deyirəm. Ömrünüzə, gününüzə bax, mənim bugünkü günüm kimi günlər yazılsın deyirəm. Ocaqlarımızdan hər zaman toylu bisatlı günlərin səsi gəlsin deyirəm, sədası gəlsin deyirəm. Hər birinizə təşəkkürümü bildirirəm. Təşəkkürlərim isə sonsuzdur. Bax burada, İmişlidən, Cəbraildən, tələbə yoldaşlarım, müəllim yoldaşlarım var, sinif yoldaşlarım var, müəllim kollektivim buradadır. Daha sonra öz kəndimin, elim, obam buradadır. Yardımlıdan, Bakı şəhərindən bu gözəl günümüzə gələn qonaqlarımız var. Biləsuvardan gələn qonaqlarımız var. Ad bu ad çəkmirəm, təbii ki o mümkün deyil. Hər birisinə öz təşəkkürümüzü bildiririk. Hər bir kəsin ocağında belə gözəl günlər olsun. Bax, mən də gəlim, o günlərdə iştirak edeyim sizlər kimi. Razı müəllim, canım sənə qurban. Sözün həqiqi mənasında deyəcəm, mən bu sənətə ocaqdan gəlmişik də, Sahib müəllim, onu mən dana bilmərəm. Amma sözümün həqiqi mənasında daha sonra sizlərdən nəsə öyrənməyə çalışıram. Allah sizləri var eləsin deyirəm. Siz bizim elimizin, obamızın çox gözəl ziyallısınız. Gəlin Razı müəllimi də ürəkdən alqışlayaq. Qaldı ki, övlad toyu, böylərin hər birisindən üzr istəyirəm. Biraz məsuliyyətlidir. İnan Allaha tər gedir məndən. Söz tapa bilmirəm deməyə, həm sevinirəm, həm də biraz narahatam. Hər birinizə təşəkkürümü bildirirəm. Var olasınız deyirəm, sağ olasınız deyirəm. Yenə təzələndi ömür kitabım. Bir yeni açılan varaqdır oğul. Hünərdir, qeyrətdir, şandır, şöhrətdir.
atanın yurdunda çıraqdır oğul. Həyatın yolları eniş yoxuşdur, kiminə borandır, kiminə qışdır. Mənim üçün fərqi yoxdur, ha, şair deyib. Qızlar özgə ocağına köçəri quşdur, atanın yurduna çıraqdır oğul. Oğul bala, xoşbəxt olasan. Bax, əyləşdiyin oca kürsü, vaxt zaman gələcək mənim sözümə qulaq asıb fəxr edərsən. Yəqin ki, inşallah, qismət olarsa. Böyük toyunu görək deyirəm. Bir daha təşəkkür bildirirəm sizlərə, razı müəllim. Sağ olasınız deyirəm, var olasınız deyirəm. İnan Allaha çox danışardım, çox həyəcanlıyım. İnan Allaha bu dəqiqə titriyirəm. Sağ olun, var olun. Qaldı ki, kirvəmizə. Rəsul mənim uşaqlıqdan dostumdur. Çox möhkəm dost münasibətində olmuşuq. Amma bir şeydə etiraf edəcəm. Bax, bu zalda əyləşən biri-birindən dəyərli, mənə doğma olan, əziz olan insanlar var. Hər birisi bilir mən kimləri deyirəm, elə hamınızı deyirəm. Bax, bu kirvə kimi burada dayana bilərdi. Amma bu da bir qismətdir, bu da bir yazıdır. Bunu belə məsləhət bildik. Çox sağ olun deyirəm, var olun deyirəm. Rəsul, dostluq, qardaşıq. İnşallah bundan sonrası da daha da möhkəm olar. Çox sağ ol. Çox sağ ol, çox sağ ol. Gələn qonaqları salamlayıram. Sizləri salamlayıram. Səndən balamızı təbrik edirəm. Qabil qardaşıma da göz aydınlığı verirəm. Günə-gün olsun, böyük oyunda inşallah. Çox sağ olun. Müəllim, icazə verirsiniz, bir kəlmədə demək istəyirəm. Deməli, bax, burada bir-birindən dəyərli səslər var, musiqiçilərimiz var. Onları da salamlayıram. İnşallah hər birisinin səsini eşidəcəm. Allahın izni ilə, Kamran qardaşımı öpürəm. Hər birinizi bağrıma basıram. Bax, bayaq da vurğuladım, bir-birindən dəyərli səslərdir. Amma bax, bu musiqiçilərimdən mənim bir dənə istəyim olub, bir dənə arzum olub. Mən oynayanda, rəhmətli mahnılar olsun da. Hə, inşallah, Nurlan Şamil, İbrahim Quliyev. Müsalə xanım, Roza İstək. Hər birinizin səsini eşitmək istəyirik. Ay, var ol, var ol. Alqışlayalım bir də. Müəllim ürəkdən alqışlayalım, bələ. Eşq olsun. Gəlsin mahnılarımız. Özü var olsun bizim kirvənin, canı sağ olsun bizim kirvənin. Özü var olsun bizim kirvənin, canı sağ olsun bizim kirvənin. Maşallah, eşq olsun kirvənin. Sağ ol,
bahar qış, qayıt toyuna gələk. Səlam bala, gül bala, kiçik